Uşaqlar, hər kəsin çiyinlərində daşıdığı bir çantası var. O gözə görünməzdir. Biz onu görmürük. Biz hər gün sinif yoldaşlarımızla, kollektivimizlə birlikdə oluruq. Ailə üzvlərimizlə yaşayırıq, ictimaiyyət arasında oluruq. Və təsəvvür edin ki, əlimdə tutduğum kağız parçaları ətrafımızdakilardan eşitdiyimiz xoş sözlərdir. O çantaya bu kağız parçalarını attığım zaman sənə afərin, sən yaxşı oğlansan, sən bacarıqlısan, sən ağıllısan, biz səninləyik, biz səni dəstəkləyirik, sən bizim komandada uğur qazanacaqsan, nə yaxşı ki, sən mənim dostumsan, sənə güvənirəm, səninlə qürur duyuram. Ağırdır çanta, ağır deyil, təbii ki, ağır olmayacaq. Gəlin indi əksini düşünək. Sən pis oğlansan, biz səninlə dostluq etmək istəmirik. Bizim komandamızda sənə yer yoxdur. Səndə alınmayacaq heç vaxt. Sən bacarıqsızsan, sən pis oxuyursan, sənin xarici görünüşün pisdir. Get yanımızdan. Mən səninlə dost olmaq istəmirəm. Qrupumuzda sənə yer yoxdur. Ağırdır indi. Əlbəttə ki, ağırdır. Təsəvvür edin ki, biz bu ağır yükü hər gün çiyinlərimizdə daşımağa məcbur oluruq. Və bu ağır çantayla addımlamaq, sizcə həyat yollarını addımlamaq asandırmı? Təbii ki, yox. Hər bir şəxs və şagird gələcəkdə bir şəxsiyyət olaraq siz bu çantaları seçim eləməlisiniz. Ya yüngül çantayla addımlamaq, ya da ağır çantayla çətinliklə addımlamaq. Təbii ki, biz yüngül çantanı seçərik. Ona görə də biz ətrafımızdakı insanlara sən yaxşısan, sənə afərin, sən bacaracaqsan desək və onlardan da eyni sözləri eşitsək, bizim yükümüz yüngül olar, biz xoş olarıq. Təsəvvür edin ki, evdən çıxarkən bir şagird məktəbə gəlir və ona sevindiricidir məktəbə gəlmək. O məmnuniyyətlə məktəbə gəlir. Çünki o bilir ki, dostlarından, müəllimlərindən və ətrafdakılardan sənə afərin, sən yaxşısan, sən bacarıqlısan kimi xoş sözlər eşidəcək. Bəzi şagirdlərə isə məktəbə gəlmək çox üzücüdür. O məktəbə gəlmək istəmir və ağlayır. Çünki bilir ki, o yoldaşlarından və ətrafdakılardan sən pis oğlansan, sən pis qızsan, sən bizim yanımıza gəlmə, biz səninlə dostluq eləmək istəmirik, xarici görünüşün pisdir, danışığın pisdir və ya sən yaxşı oxumursan. Bu cür sözləri eşitmək isə o şagirdi məktəbdən, kollektivdən, ictimaiyyətdən uzaqlaşdırır və onun çantasını ağırlaşdırır. Bu göstərdiyim nümunədən istəyirəm ki, bir nəticə çıxarasınız. Nə qədər xoş sözlərlə ətrafınızdakiları sevindirsəniz, onlar da sizə eyni münasibətlə qarşılıq verəcəklər, eyni sözlərlə qarşılıq verəcəklər. Onu da həyatda yaşamaq və addımlamaq çox yüngül olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.